Bakı şəhər icra hakimiyyəti qış yuxusuna gedib. Hər il qar yağmazdan öncə əhali gileylənməyə başlayır. Bakıya qar yaraşmır, yollar buz bağlayacaq, avtobuslar işləməyəcək. Güya Bakıya hansı fəsil yaraşır ki? Yayda yol aşanlar bina tikənlərin tozunda boğulur, payızda yağışdan çıxıb yağmura düşürük. Odur ki, Bakının qışı belə keçməlidir. Paytaxt yağan bir günlük qara tab gətirməyib iflic oldu. Ötən gün paytaxtın müxtəlif ərazilərində qarın törətdiyi dəhşətli fəsadların şahidi olduq. Fövqəladə Hallar və Nəqliyyat Nazirlikləri üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Nəticədə hökumət qarın qarşısında acizlik göstərdi. Elə bu səbəbdən paytaxtda hərəkətin gür olduğu ərazilərdə yüngül yol nəqliyyat hadisələri baş verdi. Fərdi avtomobillərin və avtobusların hərəkətində maneələr yaranır, maşınlar yollarda sürüşürdü. Sürücülər arasında təhlükəsizliyini təmin etmək üçün maşının təkərlərinə zəncir bağlayanlara az rast gəlinirdi. Paytaxt küçələrində Bakı şəhər icra hakimiyyətinə məxsus qar təmizləyən texnika gözə dəymədi. Hətta küçələrə qar kürüyən traktorlar belə buraxılmadı. Bakının təmizliyinə, küçələrin qardan təmizlənməsinə və digər təsərrüfat məsələlərinə cavabdeh olan Bakı şəhər icra hakimiyyətinin mövcud olub olmadığı qarlı gündə hiss olunmadı. Fövqəladə Hallar Nazirliyinin gətirdiyi texnika fövqəladə vəziyyətdə paytaxt küçələrində görünmədi. Belə məlum olur ki, Nəqliyyat Nazirliyinə yalnız dövlət başçısının istifadə etdiyi yolları təmizləmək tapşırılıb. Qarın yağdığı ilk gündəcə şəhərin magistral yolları buz bağladı, marşrut və metrolarda basa-bas müşahidə olundu, marşrutlar arasında intervallar uzandı, sərnişinlər saatlarla dayanacaqlarda marşrut gözləyir və Nəqliyyat Departamenti yaranmış tıxacın təmizləməsi üçün heç bir iş görmədi. Dünəndən bu günə buz bağlamış yolları da nə bir təmizləyən oldu, nə də bir nümayəndə. Buz bağlamış yollarda avtobusların təkərlərinə zəncir vurulmadı. Nəqliyyat sektorundakı bərbad durumun aradan qaldırılması istiqamətində heç bir iş görülmədiyi üçün paytaxtda vəziyyət daha da ağırlaşdı. Texniki cəhətdən o qədər də yararlı olmayan mikroavtobusların əksəriyyəti xəttdən çıxdı. Vətəndaşlar saatlarla dayanacaqlarda avtobus gözləyirlər. Eyni zamanda buz bağlamış yollarda qum səpildiyini də görmədik. Bu, yol üstü nəqliyyat və şəhər problemlərimiz. Bir də var yeraltı nəqliyyatımız. Burada isə Bakı Metropolitenin rəisi Tağ Əhmədova bravo demək yerinə düşər. Çünki havanın kəskin dəyişməsinə rəğmən metropolitenin gücləndirilmiş iş rejimə keçməsi bilinmədi. Belə ki, xəttə əlavə qatarlar buraxılmadı. Odur ki, hörmətli Azərbaycan xalqı, yıxılsanız da, sürüşüb, şikəst olsanız da, belə lap şəhərin küçələrində üstsəniz də öz başınıza özünüz əlac qılmalısınız. Həmzə Məmmədli, Yusif Elmanoğlu, Vizyon TV.